Sizlərlə birlikdə dostlar, bu mənim kanalımın ilk videosudur. Yəni bu kanalımızın ilk videosudur. Yəni bu kanal elə bil ki Azad FC adı. Yəni FC mobil videolar gələcək. Yəni biraz qəribə başlanğıc qəribə oldu. Baxın elə var ki bu kanalda 2 cür oyun video, 3 cür baxın. Bax 4 cür 4 dənə oyun videosu gələcək. 4 dənə. Bir video elə bir əsas olaraq FC Mobil kanalı, FC Mobil kanalıdır. Yəni %50 FIFA videosu gələcək, %50 FIFA, 100 elə bir 100%-nə bir 50% FIFA, 30% Brawl Stars, 10% Roblox, 10% də 15% Roblox, 5% Minecraft. Yəni Minecraft bildiyiniz heç çəkmir. Yəni çəkəcəm o da ayda bircə dəfə, ya da həftədə də bir dəfə, amma çox vaxt ayda bir dəfə olacaq məncə. Bu FC videolar təbii ki, hər gün olacaq, amma həftədə 2 dəfə falan Brawl videosu çəkəcəm və bu həftədə 2 dəfə Brawl videosu çəkəcəm. Bircə dəfə, bir dəfə həftədə bir dəfə Roblox, qalan 4 gündə FIFA videosu. Minecraftda ancaq ayda bir dəfə olacaq, yəni belə. Mənim əvvəlki bir kanalım var, adı Azad BS, yəni Chaos FF deyərsiniz çıxar, amma yeni güncəl adı hazırda Azad BS deyərsiniz, Azad BS 199 abunəçilik, yəni 200 deyək abunəçilik hesabım. O hesabın son yorumunda bir qaqaş yazmışdı ki, canlı açsalı qaqaş yazdım elə. Bu hesabına yazdım ki hesabım getdi. Niyə getdiniz? O Kasfəfki kanalım, YouTube kanalım o əvvəlki. Deyim də sizə dostlar. Elə bir ki o kanalımda nətər deyim. Baxın mənim telefonumda Free Fire hesab deyim, geri dönüm. Free Fire silmişdim. Geri dönmək istəyirdim. Geri dönmək istəyəndə deyim Free Fire geri dönüm. Free Fire geri dönəndə də artıq gördüm Gmaillər var deyə Free Fire səmin Gmaili olmur. Artıq Gmailləri eləyəndə çaşıb ha. YouTube hesabımın da Gmailini sildim. YouTube hesabımın da KSF YouTube hesabım. Yəni indikən Azad BS olan hesabım Gmail sildim. Parol yadımdan çıxmışdı. Oyda elə qorxdum, dedim parolunu unutmuşsunuz, basım orada nömrə dedi. Mən nömrəmi qoymuşdum. Nömrəmi kod gəldi, yazdım. Sevindim ki, girdim hesaba. Bir də nə görüm? 8-7 işləmə kod istəyir. Məndə 7 işləmə kodlar. Dedim, fotolardan girdim, dedim bəlkə kayd eləyərəm falan. Gördüm, kayd eləməmişim. Sonra ay Sibil. Hə, ekran orada söndü dostlar. Nəysə. Sonra bir də gördüm ki, başqa olasılığına bastım və bir dənə gördüm deyir ki, hesabınıza, YouTube hesabıma Gmailinə kod gəlir. Məncə o Gmail yoxdur da, nətər bilim yəni. Ona görə təzədən başqa olasılığına bastım və yazdı ki, hesabın sizə aldığınızı tapa bilmədik. Təkrar cəhd edin. Düz dünəndən bu günə qədər durmadan eləyirəm, düzəltməyə çalışıram. Heç vaxt olmadı. Həmişə eyni şey deyir. Çalışıram, bəlkə onlar yox idi. Ona görə maalesef ki bir illik hesabım getdi. Amma dostlar, ona görə əsəbdən də Free Fire-də elədim. Dedim ki, əsəbdən Free Fire-də elədim, FIFA dedim. O kanalım elə bir takipçiləri əsas Free Fire-a görə. O kanalda 200 takipçi demək olar 150-si zaten hamısı demək olar çoxu Free Fire-a görə takip olmuşdu və indi gəldik bu kanala. Ayda yenə mi? Son getmədə. Nəysə, indi gəldik bu kanala. Bu kanalda da FIFA videolar gələcək. Bu kanalda takipçilər təbii ki də FC takipçilər var təbii ki də. FC videolar çəkəcəm. Yəni Free Fire-ın başında FC. Yəni sizə təzədən dediyim kimi, elə ən çox əsas oyun. Yəni əgər desəz ki, o birisi oyunları da çəkəcəm, amma desəz ki, kanalın əsas oyunu, main oyunu, ingilislər demiş, yəni əsas oynanılacaq oyun, çox vaxt çəkəcəyim oyun FIFA-dır. Yəni bu kanal əsas məqsədi FIFA-dır. Yəni FIFA kanalıdır da demək olar, amma başqaları da olur oyunlarında videolar, amma təbii ki FIFA kanalıdır. Nəysə, dostlar, dedim hər şeyi və keçək ilk video deyim. Mən həmişə ilk videolarda hesab tanıtıram, oynadım oyunun. Yəni bu kanalın FIFA videosuna deyə hesab tanıtacağım. Yəni Brawl Stars videosu sabah atacağım.
Biraz video sabah atacağım. Şey diyeceğim. Hesabımı tanıtacağım. Ben bütün her bir oyunda şey eləyəndə hesabımı tanıtacağım. Yani deyirəm hesabımı tanıtacağım. Bütün oyunlar ilk videosunu çəkəndə. Biraz serimdə də Bravo, Roblox'da Roblox, Minecraft'da malikanəm var. Əvvəlki kanalımda malikanəni göstərmişəm. Oradan da gəlib baxa bilərsən, amma mən də göstərəcəm. Nəysə dostlar. Belə, heç belə. Və bu kəsə, yəni ilk videoda dediyim kimi hesabımı tanıtacağım. Və burada FC şampiyonmuş qarşıdakda. Qarşıda FC şampiyonun videosu hələ məndə var. Gedib eski kanalımdan Azad Beysi yazıb sonuncu video dillər yazmışam qarşıdakda FC şampiyon oldum yazdım. O videodan baxa bilərsiniz. Əsəbdən ölmüşdüm. 40 neçə dəqiqəlik bir videoydu. Və mən əsas FIFA videomu yorum yazım Qaqaş budur. Məmmədov FF. Bizim o kanalımızın takipçisi kimi bir şeydi. Qaqaş, bu uşaq adam, bu insan. Bir ay ya gəlib məni keçdi. Mən bir illik oyuncunu bir aya keçdi də. İndi belə bir şey eləyək. Qapıçı olaraq hesabımızı müqayisə eləyək. Qapıçı olaraq mən bax ki qapıçı olaraq mənə 1-0 qoyub. Müdafiə olaraq hər kimizin müdafiəsi Kopakop 1-də, amma mən artıq sol 5-də yəni müdafiədə 100 yox, eynidir elə müdafiələrdə 2-1 qoyub. Yəni dostlar, ümumi desək əgər biz buna 2-2, ümumi desək bərabərək. Çünki nəyə görə? Hücumda xətrin dəyməsə mənim hücumum məncə daha qəşəngdir, bunun yaxşıdır. Amma bunun üçün təbii ki qəşəng, yəni demirəm pisdir. Nəysə, mənim üçün daha yaxşıdır məncə. Hücum təbii ki orta sahada ikimizinki də məncə yaxşıdır. Mənim üçün də pis deyil, normaldır. Müdafiədə də ikimizinki yaxşıdır. Qapıda da onun qapısı güclüdür. Ümumi məncə 3-3 hesab olar bərabərdir. Amma gen olaraq desək, təbii gördünüz ki, heç gördünüz, onun geni daha çoxdur. Və mən dostlar, bu taktikanı dəyişdirəcəm. Puzzle-layıb santrafor olacam. 4-2-4 taktik eləyəcəm. 4-2-4-dən o halınız var. 3-dür. Baxın 4-2-4. Baxın bunu eləyəcəm. Burada elə bir ki kuytu vızqırdacam. Kuytu nasıl eləyəcəm? 115 ki çox pisdir. Bu Sangare ilə bu Vermaya siləcəm 117 zordular. Belə qalacaq ortaya. Puzzle-layıb santrafor olacam. Dəndə qoyacam 4-lü hücum bomba kimi olacaq. Bomba kimi. Ya da bəlkə deyirəm, hücum yox. 4 olsam ordusu alım. Ya da hə, elə olsun. Hə, lazım deyil, lazım deyil. Ya da 4 başım bıraxın şeyin. Bunun başını bıraxın sınalıq. Geçsin oyuna. 4-2-4'ün başım bıraxın. 4-3 olsun. Neynirəm? Ben 4 sanı. Buydu da. Hə, baxın bu. 4 söz. Mən ona görə mənə lazım olan şey, baxın, mən hazırda takımda mənə lazım olan ehtiyacım olan 2 şey var. Bir kuytu dəyişməliyəm. Əsl 115-dir. Bunu vızqırtmalıyam. Bir də bonu. Bu ikisinin əsl 115-dir ona görə. Ona görə dəyişməliyəm. Birinci maddə səs nəyi dəyişdirir? Təbii ki, birinci mən nətər deyim. Ürəyim birinci kuytu dəyişdirmək istəyir. Orta saat çünki mənə təcili lazımdır. Qapısını da sonra eləyərik. Nəsə bir dənə gözləyim. WhatsAppda mesaj yap, ona baxıb gəlim. Gəldim dostlar. Başqa hesab tanıtımına. Deməli hesabımız nə vaxt qurulub desəz, hesabım 2025-ci il, 2025-ci mayın 28-i qurulub. Yəni 1 il əvvəl 28 may. Yəni hesabım 1 illik hesabdır. 1 illik hesabdır. 3-5 günə, 3-4 gündən sonra da gedirəm kəndə, qaqaz gedir kəndə. Getməm də əsas ki, qardaşıma görə. Qardaşım ötürü darıxmışam. Axırında falan mayın 20-si getmişdi. Hələ əvvəl kanalda ondan nə qədər Bravo videom var mən. Dəqiqə, bunları eləyəcək hesabımıza gəlib tanıtaq. Bunlara bir dənə gəlib baxın. Bunları 2 dəfə çünki mən də görürəm. Nədir ala? Başım bırakın ya da uzatmağa başım bırak. Neyse dostlar, keçək videomuza. Takımımız İngiltərədir, komandamız, hesabımız belədir. Baxın,
Takımda deməli başlayaq müdafiədən. Bu 115-lik bonu var, qapıçımız belədir. Müdafiələrin hamısı 117-dən, bu Mendy 116-da. Amma yenə də hələlik indiki bu vaxtda 116-lar hələ də dəyəri düşməyib. Yəni 116-lar hələ də qəşəngdir. Özü Mendy bir dənə buna baxın qaqa. 5'ə 5 vur, tercih dəqiqə var 5'ə 5. At kimi vur və oyun ən güclü həllərdə sual 5 dənə birdir və at kimi qaçır. Ona görə mən bunu dəyişməkdə heç fikrim yoxdur. Mendy dəyişsə mən planu bir aya falan dəyişdirərəm. Ona görə müdafiə cəhətdən bomba kimi yiyir. Timberimiz 117-dir, Maldin 117, bu da 117. Bir 116. Bunları təcə gücləndirmişəm. Dərəcələrini belə olub. Sangar 117'de, Vermand 117, çox atmışam. Kut 115'dir. Hücumların da hamısı 117'de fullləmişəm. Bizə dediyim kimi, birdən bunu dəyişdirməliyik. Kutu, bir də ki, bu bonuyu. Yaşın bonu, Yasin bonu. Hesabımıza belədir. 47 səviyyəyə heç gördüyünüz kimi sol üstə yazılır. Liglər belədir. Hesabımın nə vaxt kuruldu deyə belə bir şey vardı. Burada sizə göstərəm falan. Ay da deyəsən qaldırılır amma Allah deyəsən qaldırmışdı. O yüzden bir dənə İspaniya oynayır. Hal-hazırda baxın canlı devre arası. Devre arasıdır. İndi oynayır. Hazırda oyun gedir ha. İspaniya işi gedir. İndi hazırda dünya kubukudur. Gelir bir dəqiqə hardaydı ya? Ayda yoxdur. Gelib. Nəysə dostlar, bugün elə bir müzakirəmizdir. Yəni məsələ video məncə də bu qədər idi. Yəni sadə bir videoydu. Dostlar, yəni Brawl videosunda bugün çəkəcəm. Brawl videosunda. Amma Brawl videosu biraz uzun olacaq. Nəyə görə? Bir videonun içində həm qardaşımın, həm də özümün hesabını tanıtacağam. İkimizin hesabını. Yəni uzun olacaq. Baxmaq istəyən təbii ki baxar, istəməyən də baxmaz. Nəysə dostlar, sağ olun. Özünüzə yaxşı baxın.